başlarında bir avtobus var. Şeyinde kırmızı var. Benim yanımda bir kulaklık var. Ama o bir hadise olmuştu. Ben onu yazmışım da. Akber'den Ağdari'ye gelende orada muhasebe düşmüştü. Takılı koşulların askerlerle birlikte. 18 nefer askerdi. Bir nefer zabıttı. Bunlar atışıyorlar ve komandir dedi ki her bir gülleri özünü saklasın. Özü için. Ben bir özüme tariflerdim. Bir beni komandirler. Ondan deməli həyatını bilirlər ki, ölümlə belə karşı-karşıya. Çok maraqlıdır. İnsan öyle saçlı olur. Ben artık ondan sonra spor konuşuyorlar. Deməli, insan ölümlə belə real olarak, bir var ki, belə bəlkə işlər sanatın, bir var ki, həyatında real olarak ölümlə karşılaşında. İnsan o kadar sakit olur, rahat olur ve rahat qəbul etməyə başlayırsa. Belə bir hadisə olmuşdu. Yəni, hərbi jurnalistliklə bağlı mənim vaxt yazılarım da vardı. Düzdür, Müdafiə Nazirliyə mən çağırdılar, Milli Təhlükəsizlik Nazirliyyətdə cinayət işi açmaq istəmişik. Çünki müəyyən bölgələr var, ben çevir istəmirəm. Orada cəsəd alveri var idi, benzin vermək, cəsəd almaq və ya strateji kullanmaq. Belə şeylər də vardı. Onlar daha çox Ruslar edirlər. Rusların işləriydi. Hətta bu hərbi jurnalistliklə bağlı bir fakt deyim ki, o Xocalı hadisələri 26'da geçen günde oldu. Ben o hafta yazmıştım, ayın fevralın içinde, 92. yılda. Ukrayna askerler hakkında. Ukrayna askerler deməli Xocalı'da Azərbaycanlı qarşı ateş açmaqdan imkan edib, hərbi sınır qaçıb getmişlər Azərbaycan kəndlərinə və onlar qaçmışlar, gəlmişlər Gəncəyə. Bu kəndi çıxartmışlar. Hətta o iki Ukraynalı asker danışıqlar gedib Ermənilərə girov düşmüşlər. Sonra onlar da ilədilər, Ukrayna'da qaldı. Deməli, onlar gələcək Gəncəyə, mən orada Gəncədə müsahibə almışdım. Fevralın 5'ində onlar məlumat verirlər ki, Xocalı'da qırğın olacaq və təmsi 20 gündən sonra da belə bir böyük faciə. Yəni, hər jurnalistliklə bağlı mənim xatirələr biraz çox ağırdı, açılır. Bununla deyib çox kədərlidir, çox istəmirdi o yönətəm. Məsələn, belə şeylər gördüm ki, mən yazılarımda da yazmışam. Deməli, əskerlər də minya düşürdü, granatdan vurursa, granatdan vurursa. Bədənin bir hissəsi yoxdur. Mən də kəmərini çıxartılan başqalar bağlıyla, ayağımla qanat basıb. Çox çatdırmaq olsun deyə sporçular alırsa. Görürsən ki, bədənin bir hissəsi yoxdur. Mən də əskər deyiləm də jurnalistlə bərabər. Əskər mənə əsərli verir, bədənin yarısı yoxdur. Əsərli verir və onu sən danışdırmalı, sən çox danışdır. Şoka düşməsin deyə, şoka getməsən